Salamlar olsun hamıya. Bu günləri UEFA Millətlər Liqasının final mərhələsində Portuqaliya və İspaniyanın oyununu analiz edəcəyik. Gəlin isə keçək videomuza. Allianz Arenada keçirilən saat 23:00-da başlanan bir tərəfdə futbolun yaşlı aslanı Cristiano Ronaldo, bir tərəfdə isə hələ parlamaqda olan Lamine Yamal. Portuqaliya milli komandası rəsmi olaraq 4 final keçirmişdi. Bu 4 finaldan 3-ün qalib, biri isə məğlub başa vurmuşdu. İspaniya milli komandası bu kuboku bir dəfə qazanmışdı. Dediyimiz kimi də İspaniya və Portuqaliya milli komandası hərəyə bir dəfə qarşılaşmışdılar və bu oyunlarda bərabərlik olmuşdu. Amma bu dəfə isə Portuqaliya milli komandası İspaniyanı penaltılaşmada məğlub edərək bu kubokun 2 qat qalibi oldu və Cristiano Ronaldo Portuqaliyanın ulduzu, dünyanın ən əfsanəvi futbolçularından biri, futbolun qoca aslanı bu kuboku ikinci dəfə başı üzərinə qaldıra bildi. Və 2026-cı il dünya çempionatında da iştirak edəcək və məncə bu turnirdə o sonuncu oyununu keçirəcək və bu turnirdən sonra o karyerasını bitirəcək. Sizin fikrinizə görə 2026-cı dünya kubokuna kimi Cristiano Ronaldo 1000 qola çata biləcəkmi? Fikirlərinizi kommentariyaya yazmağı unutmayın. Oyuna keçsək, Nuno Mendes bu oyunun ulduzu seçildi. Həqiqətən də Lamine Yamal'ın hücumların çox təcrübəli şəkildə dəf edən və bütün epizodlarda Lamine Yamal Nuno Mendes ulduzdur. Burada Cristiano Ronaldo'nun cəhdliyini də gördük və harda lazım olmaq lazımdırsa Cristiano Ronaldo oradaydı. Portuqaliyada Nuno Mendes, Cristiano Ronaldo. İspaniyada isə Oyarzabal və Pedri fərqləndilər. Cristiano Ronaldo'dakı həmin o sürət, həmin o güc, həmin o çevirlik olmasa da o Portuqaliya milli komandasının ulduzudur. Və onu da deyim ki, Nuno Mendes həm Portuqaliyada, həm də PSG-də unudulmaz işlər görür. Lamine Yamal isə hələ qabaqda çox işlər olacaq. O parlayan ulduzdur və onun qazanacağı kuboklar hələ çoxdur. Bu günləri Portuqaliya və İspaniya analizini elədik. İndi isə sağ olun, salamat qalın.